Aha, başlayırıq 11-ci sualdan. Aşağıdakı çoxluqlardan hansı eyni güclüdür? Yada saxlayın ki, uşaqlar, eyni güclü çoxluqlar elementləri sayı eyni olandır. Məsələn, A çoxluğunda deyirəm ki 1, 2, 3 var. B çoxluğunda da A, B, C var. Hər birində neçə dənə element var bu çoxluqların? 3 dənə. Bəli, A-da da 3 dənə var, B-də də 3 dənə var. Yəni eyni güclü çoxluq o deməkdir ki, elementlərinin sayı eyni olsun. Elementləri sayı eyni olsun. Məsələn, bax, birinci çoxluqla ikinci çoxluq eyni güclüdür deyə bilərəmmi? Nə mənim də deyə bilərsiniz. Bax, birinci çoxluğun neçə elementi var Fidan? Birinci çoxluğuma 3 dənə. İkinci çoxluğun neçə elementi var? Mən 1 dənə. 1. Üçüncü çoxluğun? Mən 2 dənə. Dördüncünün? 4 dənə. Beşincinin? 5-ci mən 3 dənə. Hansıların 3 dənə elementi oldu? Mən 3 dənə element oldu. Hansı çoxluqların? 1-in, 4-ün, 4-də 4 dənə daxı. hayır, 1-in, mənim 5-in mənim. Ay, sağ Bir, ol, bəli, 1 ilə 5-in. Yəni, eyni güclü nə demək oldu? Elementləri sayı eyni olsun. Elementləri sayı 1 ilə 5 də eynidir. Oldu, bura B variantı. Düz yazmışdım mı Murad? Bunu mən başa düşməmişdim deyə. Əsas o da başa düşdünmü? Eyni güclü elementləri sayı eyni olsun deməkdir. Eyni yox, elementləri sayı eyni olsun deməkdir. Növbəti. Aşağıdakı çoxluqlardan hansı digərləri ilə eyni güclü deyil? Məsələn, A bəndində Y çoxluğunun neçə elementi var? Mən 3 dənə. G-nin neçə elementi var? C-nin mənim 2 dənə. 2 dənə. Bax, C variantında G-nin 2 dənə. Y variantında I-nin neçə elementi var? 3 dənə. 3. F-in, F çoxluğunun? 3. H-ın? 3. Bir dənə hansında 2 dənə oldu bax? G variantında. G çoxluğunda 2. Deməli, bu G digərləri ilə eyni güclü deyil. Amma digər qalan bütün çoxluqlar bir-biri ilə eyni güclüdür. Çünki hər birində 3 element var. Başa düşüldümü? Tamam. Deməli, burada düzgün variant C variantı oldu. Fərqini seçdik. İndi aşağıdakilərdən hansı J çoxluğunun alt çoxluğudur? Alt çoxluq nə demək idi uşaqlar? Alt çoxluq. Məsələn, baxın, variantlarla izah eləyirəm. Biri deyil, alt çoxluğundan biri deyil. Tutaq ki, T. T-də 1, 2, 4 var. J-də varmı 1, 2, 4? J-də T-nin elementləri I çoxluğunda var, yoxsa yox? Xeyr, 1, 2, 4 yoxdurmu Fidan burada? 1, 2, 4. Xeyr, mən var, mənim. Deməli, T J-nin alt çoxluğudur. Deməli, bu alt çoxluğudur onun. Gəldim, 2, 6 bunun içində var. Bəli, var. Deməli, C bu J-nin alt çoxluğudur. Sonra gəldim K çoxluğuna. 4, 1, 7. 4-də var, 1-də var, 7-də var. Deməli, bu K-nın hər bir elementi J-nin içində var. Bu da K J-nin alt çoxluğudur. Gəldim D variantındakı T çoxluğuna. Mən cavab B-dir mənim. Orada hansı element yoxdur J-nin içində Fidan? Mən 1 yoxdur, mənim 4 yoxdur, mən 8 yoxdur mən. Fidan, 1 var, yaxşı mənim bax. 4. 1 var, 4 Mən var, sadəcə 8 yoxdur. bəli, 8 yoxdur bu çoxluğun içində. Olur B variantı. Afərin. Afərin. Əla. Davam edelim. Burada düzgün variant A variantıdır. Digərlərindən kiçik olmalıdır. Bəli, məsələn bax, A variantında T çoxluğunu yazmışıq ha. 1, 2, 4. Burada 3 dənədir. Amma J çoxluğunda neçə element var? 1, 2, 3, 4, 5. Deməli, T J-nin alt çoxluğudur. Alt çoxluq işarəsini kiçikdir işarəsinə oxşadın demişdim, elə deyilmi? T J-dən kiçikdir deməkdir. Alt çoxluq elə kiçikdir. Növbəti. Gəldik 15-ci suallara.